Uşaqlar, Tamlixa 35 yaşında fərdi boks məşqlərinə yazıldı. Kim ki deyir bacarmaram, Tamlixa amma dedi, özünə inandı və güvəndi. Mənə yazdı ki, mən məşqlərə qoşulmaq istəyirəm və Tamlixa ilə bugün 6-cı məşqimizi, fərdi məşqimizi tamamladıq. Tamlixa, bundan əvvəl heç boksdan məşğul olmusan yoxsa yox? Xeyr, ilk dəfədir boksdan məşğul oluram. Yəni heç vaxt zərbə atmayıb. Allah'a şükür ki, götürmə qabiliyyəti də superdir. İndi siz özünüz də görəcəksiniz. Gəlin bir lapa işləyək, baxın, qiymət verin. Ayaqlarda işləyirik. Oynayırıq ayaqlarda. Sol, sol, sağ düz, uklon, sağ düz. Afərin. İndi ayaqlarda bunu sürətli işləyəcəyik. Getdik. Hop. Gördüyünüz kimi bu 6 məşqin nəticəsidir. Allah şahiddir ki, mən əlavə heç bir məşqə çağırmamışam. İndi özdə evində, öz üzərində işləyibsə, o başqa məsələ. Yəqin ki, işləyib ki, bu qədər yaxşı şəkildə inkişaf eləyib. Tamlixa, ümumiyyətlə çoxsu narahat olur, qorxur boksa yazılmaqdan ki, mənim yaşım çoxdur, nə bilim, nədir, ora-bura. Nə demək istəyirsən buradan onlara? Boks məşqləri həqiqətən çox maraqlı keçir. Boks insana özgüvən, möhkəmlik, dözümlülük, xarakteri verir. Bunlardan artıq özündə formalaşma hiss edirsən? Bunlardan əlbəttə ki, hamısını hiss edirəm. Əsasən də stressdən çıxardır boksu. Ən vacib odur stres. Ən vacib məsələ. Əsasən də baxın, bu yaşda daha çox cavanlarımız işlər onları yorur. Daimi iş adamlarıdır, iş görürlər. İndi düzdür, biz tək fərdi məşq yox, bizim qrup dərslərimiz də var. Sadəcə Tamlixa fərdi məşqlərimizə qoşulub. Bu günləri 6 məşqimizi tamamladıq artıq və səviyyəni də özünüz gördünüz. Tamlixa, buradan necə səslənib çağıra bilərsən hamını məşqə? Tənbəllik qoyun yerə gəlin boks məşqlərinə. Başqa bunun variantı yoxdur. Fərdi və qrup məşqlərlə bağlı mənimlə əlaqə saxlaya bilərsiniz.